Mübtəda ismin hansı halında? Elcan, Adlıq dediniz. Gəlin sualı dinləyək. Mübtəda ismin hansı halında olan sözlərlə ifadə olunur? Bəli, adlıqla. Siz sualı heç gözləmədiniz ki, sual axıra kimi səslənsin. Yaxşı, düzgün hiss elədiniz. Amma bəzən elə olur ki, sualın ikinci hissəsi tam başqa cürə olur. Ona görə səbir də lazımdır. Rusiya tarixində ilk... Elcan? Birinci Pyotr. Birinci Pyotr dediniz. Mən yalnız dedim ki, Rusiya tarixində ilk. Və heç ardı gəlmədi. Niyə deyirsiniz ki, niyə deyirsiniz? İmperator fikirləşdim. Hə? İmperator. Düşünürsünüz ki, sual imperatordur. Əslində tam başqa sualdır. Sizin gözlədiyiniz sual deyil. Amma həqiqətən də məhz birinci Pyotrun